keçən hər dəfə mən sizinlə danışanda bu mistikadan danışırsınız, bu yerin mistikasından. Amma hər müşədə saxlayırsınız hansısa sözləri bura. İndi bax gəlmişik Çinarın altındayıq. Bəlkə o mistikadan biraz Sən bilirsən, bu Ordubad da Çinarın bir mistik rəmzidir əslində. Bu Çinarın özü. Ordubadın təbii ki də, yəni mən həmişə ədəbiyyatdan danışdığımda deyirəm ki, əgər istənilən bir ədəbi mətnində bir əsərin mistikası yoxsa, o çox oxunmur yəni, unudulur gedir yəni. Adamlar da elədir, ağaçlar da elədir, şəhərlər də elədir. Məsələn, Azərbaycanda 3 şəhər var ki, o şəhərlərin qeyri-adi bir mistikası var. Bunlar hansı şəhərlərdir? Təbii ki, birinci yerdə Ordubaddır. İkinci yer Şəkidir. Üçüncü yer Gəncədir. Bunlar adamlar ki, bu şəhərlər nəfəs alıb verən, düşünən, danışan adamlar kimidir. O şəhərə girib heç kiminlə danışmasan da belə çox böyük bir qeyri-adi bir şeylə, düşüncə ilə qayıda bilərsən. Çünki şəhərin özü sənə nəsə deyəcək. Adamlarsız belə deyəcək. Çünki şəhərin özünün ruhu var. Şəhərin özünün mistikası var. Təbii ki, Ordubad burada bu mistika baxımından Ordubad birinci yerə gedir. Siz bilirsiniz, Ordubad şəhəri bunun tarixi belə həmin mistika ilə bağlıdır. Baxın, Ordubadda da 9 məhəllə var. 9 dənə Çinar var. 9 dənə məscid var. 9 dənə qırxayaq var. Şəhərin özündə. Şəhərin özündə. O qırxayaqlar, indi bəlkə də oxucular qırxayağın nə olduğunu bilmirlər. Ordubadlılar yerli cəmaət buna qırxayaq deyirlər. Qırxayaq 40 pilləkənlə düşüb o yerin altından suyu götürmək. Təbii. Və yəqin ki, o həmin qırxayaqlardan birini görmüsən. Çəkmişik onu. Çəkmişsiniz, eləmi? Və o mənada bu şəhərlərin mistikası var və həmin mistikanın başında da Ordubad şəhəri dayanır. Mən həmişə məsələn başqa bir şey də demək istəyirəm. Məsələn, Araz hardan başlayır? Türkiyədən belə başlayır, düzdürmü? Gəlir, nə qədər yerlər keçir, gedir. Orada tamam başqa cür axır. Və günlərin bir gün uşaq vaxtı mən buradan, bu Cümə məscidindən Araza baxırdım. Onun damından baxırdım özdə. Niyə burada? Burada işləyirdim, cavan uşaq idim. Yağış yağmışdı, mən də fikirləşdim ki, buranın məscidi su basacaq, leysan yağardı. Ona görə uzaqdan Arazı gördüm. Ayaz ayaqlarımın altındaydı. Baxdım ki, Araz başqa yerlərdə gördüyümdən tamam fərqli axır. O şeyi də yazdım. Araz Ordubadda dağdaşdan deyil, axıb adamların içindən keçər. Araz elə bir ki, çay deyildi. Bir adamı idi, başqa bir adamın içindən keçib gedirdi. Bizim filmdə sizin ənglərinizdən istifadə olunur. Onu da birinci Təşəkkür edirəm, demişsiniz. Bəli, yəni biz təşəkkür eləməliyik. Yox, estağfurullah, mən təşəkkür. Filmə biz ad qoyduq o vaxt. Filmin layihəni başlayanda Cənnətin İqamətgahı qoyduq. Mən gəlib, Gözəl, çox adı gözəl. Tanıyırdım, bu mühitdə olmuşam. Amma gəlib mən daha dərindən artıq sənət prosesində olanda, işləyəndə mən başa düşdüm ki, tamam ad özünü doğrultmuş oldu. Siz bilirsiniz də, mən dilçiyəm. Bəli, bəli. Sözlərin əşyalarla, adı olduğu əşyalarla orada da bir mistik əlaqə var. Suyun adı mütləq su olmalıydı. Su ifadəsi məsələn türk dilində axmaq mənasını ifadə edir də. Həmin şeyə sözü tələffüz eləyəndə onun leksik mənası təşəkkür edirəm. Sağ olun. Minnətdaram. Yox. Miri Səməndə. Miri necəsən, Miri? Başda duramıram. Sağ ol, Miri. Təbii. Sağ ol. Allah ömrünüzü versin. Həmişə gəlmir. Hə, gedəcəm kəndə indi. Sağ ol. Yaxşılıqdır. Allah ömrünüzü versin. Bəli. Adla danışırdı, adla bağlı. Sözlərin adı ilə həmin əşyanın arasında bir ilahi əlaqə var. O sözün adı mütləq o olmalıydı. O əşyanın adı mütləq o olmalıydı. Məsələn, su deyəndə ağla nə gəlir? Axmaq, duruluq, təmizlik. Və o su sözünün özü belə fonetik cəhətdən onu ifadə edir. Həmin o duruluğu, axmağı, mükəmməlliyi, hamısı suda var. O ifadənin özündə var. Fonetik cəhətdən o sözün özündə var. Elə deyil. Məsələn, mən başqa bir şey deyim. Yasəmən ağacı. Niyə onun adı mütləq Yasəmən olmalıydı? Yasəmən sözü ondan gələn ətri ifadə edə bilir. Bilirsən ya, yox. Bəli. Bir də Tanrı sözləri elə yaradıb ki, bizə elə gəlir ki, adamlar yaradı. Mənə elə gəlir ancaq Tanrı yaradıb da.
həmişə bir misal çəkirəm mən. Bir misal çəkirəm. Mən o şamanlarla oturub durduğuma görədir bəlkə də bunlar. Yer üzündə nə varsa, özü üçün deyil. İnsan niyə indi bax bu cür bədbəxt gündədir? İnsan onu unutdu. Baxın, yağış bulud öz suyunu uda bilər? Yox. Təbii ki, onu verir, göndərir yer üzünə. Elə deyə yox. Məsələn, bir meyvə ağacı öz meyvəsini yeyə bilər? Yox. Və yaxud qızılgül öz qoxusunu hiss edə bilər? Yox. Yaradıcılıq da belədir. Yaradıcılıq da Əsasından belədir. çıxsa Yaradıcılıq sizin da deyil belədir. artıq. Deməli, yer üzündə nə varsa, biri başqa birisinin əlamətidir. Başqa birisi üçün yaradılıbdır. İnsan da bu cür olmalıdır əslində. İnsan bu cür olsa, dünya gözəlləşər də. Elə deyə yox. Əlbəttə istəmirəm. Və yaşamın əsl mahiyyəti bu olmalıdır əslində. Çox sağ olun. Təşəkkür Mən edirik. təşəkkür edirəm.